Stres özü özlüyündə bir faktor olaraq insanı kökəldə bilməz. Bax, məsələn də, mən oturmuşam, fikir edirəm. Allah eləməsin, necə bir pis bir hadisə var, yaxın bir adam gedibdir. İtim bölüb, pişik bölübdür, qəddər çəkirəm. Oturmuşam belə oturmuşam. Ay Məstan, ay Məstan. Ay Məstan, sən buralardaydın, ay Məstan, nə oldu sana, ay Məstan? Dərd çəkirəm. Və mən o dərdi, ay Məstan, bir getdi ağzınıza, ay Məstan, iki getdi, ay Məstan, üç getdi. Sən o dərdi hirəcəksən, həmin o stres səni kökəldəcəkdir. Hə. Amma sən o dərdi ağzın işləmədən çəkəsi olsan, yox. O dərd, o stres səni kökəltməyəcəkdir. Hə, o ay Məstan, deyə çiynəyə Məstanı çağırsaz, bəli. Yəni, ona görə də baxır necə çəkirsiniz o stresi, o dərdi. Özü özlüyündə yox, yəni o stres sizi kökəldə bilməz. Şişirdə bilər, su toplaya bilər bədəniniz, stres halından bəli, bədən ödəm toplaya bilər, bəli, belə şeylər mümkündür. Amma mənim stresim bədənimdə yağlara çevrildi. Eləməyin. Denən yeməyə bəhanə axtarırdım, Məstan bəhanə oldu. Bu başqa bir şeydir. Bu başqadır.